Coğrafi mövqeyinə görə Şimal qapısı adlandırılan Qusar, Azərbaycanın şimaldakı son yaşayış məntəqəsidir. Böyük Qafqaz dağlarının ətəklərində dəniz səviyyəsindən 715 metr yüksəklikdə yerləşir. Azərbaycanın ən yüksək zirvələri olan Bazar düzü Şahdağ Qusar ərazisindədir və turizm cənnətidir. İlin bütün fəsillərində gözəl olur, özəlliklə qış. Hansı mövsümdə buraya gəlməyinizdən asılı olmayaraq sizləri ləziz ləzgi qonaqlığı gözləyir. Xalq arasında geniş yayılmış belə bir deyim var. Əgər kiminsə evinə gedir, yemək yeyir və yemək bitən kimi tələsik çıxıb getməli olursunuzsa buna ləzgi qonaqlığı deyirlər. Ləzgilər özləri də bu məsələyə gülür, can bala nuş olsun deyirlər. Buralara xas bir çox yemək var. İçərisində ən məşhur olanı ləzgi pizzası, ləzgi qutabları və çıkandır. Çıkan ləzgi mətbəxinin ən məşhur yeməyidir. Çörək xəmirindən hazırlanan kündələr yağla yoğrulur, daha sonra kündə yayılır və dərin tavanın içərisinə döşənir. Əvvəlcədən yağda qovrulmuş qıyma və ya xırda kartof parçaları qabın içinə tökülür. Onun üstündə yuxayla örtür və xərəyin içində təxminən 1 saat bişirirlər. Çıkanın ingrediyentləri istəyə görə dəyişə bilər. Tərəvəzdən, pendirdən, toyuq ətindən və digər ingrediyentlərdən hazırlanan çıkanın dadına burada baxmaq məsləhətdir. Özəlliklə də qış fəslində yolunuz şimala düşübsə. Bu dəfə ləzi səyahət bizi Çiləgir kəndinə, Seyid Əhmədovların evinə apardı. Toplaşdı kənd məktəbinin kollektivinə bir neçə nəfər və tam 4 çeşid çıkan hazırladılar. Bura nədən? Əvvəllik xitabıdır. Əvvəllik nəyi? Əvvəllik xitabıdır. Skidən hazırlanmış. Əvvəllik çıka. Xitab nədir? Xitab deyir orada, bizi çıka deyir, karıştırır biz. Əvvəllik çıkandı bu. Kartofkadır, əvvəlliyi əvvəl doğrayırıq. Çildən yığılmış bitkidir yayda. Onu qurtub yığırıq. Sıradan onu kaynatırıq, doğrayıb, suda kaynatırıq biraz. Suyun süzülük. Suyu süzülenden sonra onu sığıp, sonra kartuşkanı getiririk, soğanı götürürük, onları doğrayırıq, karıştırıp, yağı zadı, onu tavada pişiririk, yaxşı dəmdə pişiririk. Bu qışda, dağ kətlərin, Ancaq qışda eləyirik. qışda eləyirik, qış yemeğidir o. Sonra? Bu da buranıdır, buranı da qışda pişirirlər biz. Hem soğutmasını eləyirik, hem xitabı eləyirik. Hem aş dibine koyuyoruz, aşı puluğu indiriyoruz, kabağlı dibinde aşı puluğu. Sıra Bu boranıdan da burandıdan soğanı karıştırıyoruz, istovutu, soğanı, nane. Bunun içinde ne var? Hele bu saat bu tek buranıdır, maşına açır. Bu buranıdır, hele hindi doğruyoruz soğanı. İstovutu atırıq, soğanı atırıq,
nanesi atırıq, ətirli olsun deyib. Kekli qutu atırıq bir də. Dağda şeydir, kekli qutu. Kekli qutu qarışdırıq buna. Sonra istotan zadon duzun yağını hazırlayıb atırıq tavaya. Dəmdə pişirilir bu da. Bu tez pişirilir. Bu karçıkana evvelik biraz geçti. Bu kabak tez pişirilir buranı. Bunda kış yemekler. Bunlar esası kışta hazırlanır. Bəs bu nə? Bir də mən burada kartof görürəm. Bu karçıkadır, soğandır. Karçıkana soğan, bu et. Çekilmiş et. Hazır. Etdən də xitab bişirilir. Kazandadır. Siz ona yəni çıxanda həm də kitab deyirsiniz. Biz kutab deyirik, deyirik. Lezgi ceyinde çıkan deyirik, Azerbaycan ceyinde kutab deyirik. İndi mən belə başa düşdüm, bugün burada 3 cür çıkan pişirəcəksiniz. 3 cür çıkan pişirecek. İndi bir çıkanın xəmirini nə ilə hazırlıyorsunuz əvvəlcə onu? Onun xəmiri biz hələ belə su xəmirdir. Duzun. Sonra şeydir, etli çıkanı karçıkana, onu lavaşan yağlayacaq, vəsəlli kimi yağlayıb, onunla şeyləyib, qatlama. O eti pişsin, yaxşı qoğurandan sonra, bişəndən sonra qarışdırıq. O boranını necə doğramısınız? Buranı Türküdə vurmuşam. Rəndələmişik. Siz rəndələnmiş boranın içərisinə, deməli. Bu fal dilim olur, belə kimi, ancaq belə tez pişirlər, yaxşı olur. Anladım. Ona indi nə qədər? Bir boranı var orada, yoxsa yarım boranıdır? Yarım buranı var orada, yekəsin. Yarım boranıya nə qədər soğan lazımdır? Soğanı indi pişirir, nə qədər çox olsa, o qədər yaxşı olur. Lezzetli olur. Soğanın lezzeti vardır, lezzet katır. Ona istavutunu da atır. Başarımızı istavutunu. Sıra bunda kış xörəklərdir. Qışda olur. Bir də soğutmasını eləyirik. Doğrayıb, dilim eləyib. Həm duxovkada pişiririk soğutmasını. Duxovkada quru yaxşı lezzetli olur. Kabab kimi olur bunun qurusunda. Həm də suda azca su tüküb, pasogon da tüküb, üstüne koyup pişiririk bunu. Bu çok xeyirlidir hər cəhətcə. Lezzət xeyirli olur. Xeyirlidir hər cəhət, lezzetlidir. Lezzetli olduğunu bilirəm yəni. Bir də istavutta da indi ayrı yağını zaten hər şeyi getir Murat. Duzunu da getir. Bunu pişirən qədər içində tükülür, hamısını tükülmür. Siz müəlliməsiz. Yox, xadimək. İkimiz də xadimək məktəbdə işləyirik. Qışda nə olur sizin əsas məşğuliyyətləriniz? Qışdır, havalar soyuq. Qışdır, ev işi, mal qara, kənd yeridir, təsərrüfatımız mal qaradır. Tərəvəzdir, toyuq cücədir. İşimiz də kənd işi, işdə olanlar işdədir, evdə olanlar ev işinə məşğuldur. Tükülmür eləmcə. Oksadi, Sivxancı. Ucuk tədqiqatını olsun. Vaxt şey... Yağın da getir əmcə. Onun da yağın da getir. Bu qalsın, biz lavaş yiyək. Evet, da bu ata şey. Xəmiri üstünə bağla, bir tərəfli xəmiri üstünə bağla. Durujludur. İndi xəmiri necə hazırlayırsınız, onu deyin də. Xəmir sudur, undur, durujdur, duzdur. Yoğururuq adi çörək xəmiri kimi. Onu bağlı bir yarım saat qoyuruq, yerinə gəlsin. Ondan sonra lavaş ayırıq. Buranı için hələ belə yağsız lavaş deyirik. Əvvəlik içində karçıkanı için Ətli üçün yağlıdır. Ətli, həm vəsəlli kimi qat-qat yağlı pişirik. Şimdi biz elə olduq ki, tələm-təlizigə düşdük də biz. Oynaqlar. Onu xəbərsizdən olan işə görə tələm-təlizigə ləzgilər, başqa xərəklər var, aluqamız var, başqa şey var. Çuban aşımız var. Buranı olan aşımız var, əvvəlik aşımız var. Əvvəlik üstündə aş pişiririk. Qış yeməklərdir bunlar. Bizdə dağ kəndlərdə, bitkilərdə, həyət tərəvəzlərdə. Bazara qaçmırıq, hər şeyimiz evdədir. Evdə hazırlayırıq. Ərimiş yağımızdır, malımızdandır, nəhərə yağdır. Əritib yağırıq qışda balonları. Qışda yeyirik, bazardan almırıq. Mal çox saxlayan cəmaət mal yağı işlətirlər.
Əslində hər bölgədə bir cür adlandırılan bu yemək növünün ümumi bir adı var: börək. Minilliklərdən keçib gələn yemək növlərimizdəndir. Xəmir və ətin bir yerdə bişirilməsinin türklərin icadı olduğu barədə yazılır mətbəx kitablarımızda. Əsasən xəmir və ətdən yağda qızardılmaqla yaxud yağsız sacın üzərində, fırında, körədə bişirilib süfrəyə qatıq, kərə yağı, sumaqla verilən bir qrup yeməklərimiz var ki, onları da börək adı altında birləşdirmək olar. Qeyd etmək lazımdır ki, börəklərin xəmirləri, işliyi daima dəyişdiyi kimi istilik emalı da dəyişkən olub. Bu yeməklərin hamısı öz kökünü yuxadan götürüb. İşliklər daha çox heyvan, quş, balıq ətindən, kəsmik, şor, pendir, yumurta və göyərtidən ibarət olur. Börək sözü bükünmək sözü ilə bağlıdır. İşliyin xəmirə, yuxaya bükülüb bişirilməsindən əmələ gəldiyindən bu ad verildiyi ehtimalı da var. Tarixən türklərin bu yemək növünü çörəkxanalarda, saclarda, təndirlərdə və kürələrdə və sair ocaqlarda müxtəlif adlarla bişirdiklərindən indi bütün dünya ləzzət alır. İşte o nə qədər çox olsa yaxşı ətirli olur. Xırdac 3% var. Bu kekli qutu. Dadına gəlsin, yaxşı, o ətirli olsun. Ətir gəlir. Qutuna. Kekli qutu həm çay üçün olur, çay dəmləyirik, yaxşı, yaşıl çaydır. Sonra həm də biz xörəklərə qatırıq. Xırdayandan sonra Karşıqı sıqanına, buranı sıqanına biz ətir olunur, yaxşı ətir olur. Yani bu xəmir biraz şey değil mi, acıtmalıdır, biraz kalın olacak, ona da kalın şimdi kalın olan da tatlı olur. Telem tepsiye düşsün, işten gelip biraz çatmış o hem de. Yağlayıp bağlayandan sonra onu büküp tezlerinden kündeliyor onu. Kündeleyenden sonra tezlerinden ikinci defa yayılır. Siz yaxşı onu mütləq yağlayırsınız. İndi mən baxıram bu əti siz nə edirsiniz? Eti pişirilip hazır. Maşından çekilmiş. Çekilmiş Bu nə farçdır. ətidir? O nə ətidir? Kuzu Kuzu etidir bu. Kuzu ətidir. Onu maşından keçirdirsiniz. Ha, farç eləyəndən sonra bu pişirilir. Pişirəndən sonra koyulur şey içine, lavaş içine, tavukta pişirməyə. Bunu belə yağlanıb kündelənəndən sonra bir lavaşı da eləyir, onu üstün bağlanan. Onu da yağlayır. Qat-qat xəmirə. Onu yağ vurandan sonra tezlərindən ikinci qatına sonra onu büküb duxovkaya pişirilir. Bu bitkinə eləyən kartoflandır. Bu ət, bu kartof qarışdırılacaq. Buna göyərtindən içilir. yumuşak olur, dadlı olur, körey olur. Bu biraz saxlamalıdır, bir 5-10 dəqiqə yerinə tursun. Yerinə gələcək o. Təzə biraz yəni çətinlik çəkir biraz. Üstünə un tüyük yenə. Üstünə un tüyük. Biraz oturmalıdır yəni. 10 dəqiqə durmalıydı bu. Başqa nə ləzgi yeməkləri var bu saatda ən çox məşhur olan yəni? Başqa nələr var? Aluqa bişirilir. Aluqa nədir bax onu bir də? Onu da yumurta katılır, yumurtaya yağ katılır. Pişirilmiş çörəyi üzünə yaxırıq. Tezdən qoyulur təndirə. Ona biz xərəkdə pişirilir. Ona aluqa deyilir. Onu görmüşüm, elə bildim o da yeməkdir. Onu hələ aluqa o çörəyi üzünə yaxılmış yumurtaya Orada deyilir. nəsə belə bir cür xəngəl də eləyirlər sizdə. Narla, qozla, eləlir. Ətlə, Quru xingal da olur, sulu da olur, düyülü olur.
Ha, süzülmüş. Onun üstünə ət yaxırıq. İndi qovrulmuş ət tükəndən də, nar dənələri tüküləndə ona narlı, quru, ətli Bunu da yağlayacaq. Bu da indi qarın bişirilmiş hazır qarınlar temizlənir, yuyulur. Şey yağ soğan. Mal qarınları temizlənmiş, qaynar suda yuyulub, ağardır. Sonra çəkilir farş ət kimi maşından. Onu da soğan qatılır. Sonra da hələ bu içinə bişirilir duxovkada. Чуть-чуть козатры. Bunu yaxşıca soğanla çox eləyəndə dadlı olur bunu.
Bu malın içi dediğiniz qarın, ancaq qarındır. Hə, qarındır. Onu bişirilib, yaxşıca qovrulur. Ondan sonra yağın, istiotun, soğanı eləyəndən sonra bu içinə qoyulur. Soğanı özündən qızartır, bu biraz çiğ. Çiğ soğanı üstünə doğrananda ləzzətli olur. Qusarda məişətin əsas hissələrindən biri də təndirxanalardır. Buradakı təndirlər formasına görə dəyişir və adına da xərək deyirlər. Qusar çörəyinə isə xərək çörəyi deyirlər. Torpaqdan hazırlanan xərəyin quruluşu dördbucaq formadadır. Sobaya bənzəyir. İçində çörəkdən başqa ləzgi mətbəxinin digər xəmir yeməkləri də bişirilir. Su, duz, maya ilə hazırlanan xəmirdən bişirilən bu çörəyin saxlama müddəti uzundur. Normal otaq şəraitində 7 gün, soyuducuda isə 10-12 gün qalsa xarab olmur. Hazır xəmir kündələrə bölünür, sonra yayılır. Ləzgi çörəyinin üstünü xərəyə salmazdan əvvəl hinduşka ya da xoruz lələklərindən hazırlanmış xüsusi dəstə ilə deşikləyirlər. Bu, xəmirin içinə hava girərək tez bişməsinə və şəkil almasına kömək edir. Çörək 5 dəqiqədə hazır olur. Bəzən xərəyə atılmış çörək tam bişməmiş onu çıxarır, üstünə pendir və yumurta sürtür, yenidən xərəyə salıb bir neçə dəqiqə bişirirlər. Buna ləzgi pizzası deyirlər. Bu tərəflərdə, şimalda, gətirin ona qoyum, gətirin, ən yaxşısı belədir də. Bu da məşhur, yəni, ləzgi pizzası. Bildiyimiz adi xəmirdən hazırlandı. Nə? Nə dediniz? Şkuka. Şkuka mı? Şkuka. Şkuka. Şkukaymış. Şkuka. Amma başqa deyişlə ləzgi pizzası. Deməli, bildiyimiz yəni adi bişirdikləri çörək xəmiri ilə bunu hazırlayırlar. Yenə eyni xərəkdə, eyni təndirlərində. Nazik yayırlar onu. Bir damcı xəmiri bişirdikdən sonra yenilər üzərinə
şor, şüyüd, yumurta və biraz yağdan hazırladıkları bu belə deyək də bu məhlulu tökürlər. Ondan sonra çox sabahdan elə gəlir və çox məşhur yeməkdir. Səhər yumurta, axşam hər zaman yemək olur. Biz bunu süfrəyə qoyuruq. Buralarda afar, yəni ləzgi qutabı da hazırlayırlar. Çörək xəmirindən nazik yuxa yayır, dağdan və ya həyətdən toplanmış müxtəlif göyərtini xırda doğrayır, quru şor ya da pendirlə qarışdıraraq yuxanın üstünə düzürlər. Sonra üzərinə ikinci qat yuxanı da yayır və xərəkdə bişirirlər. Dadına doyum olmayan əvəzsiz ləzzət çıxır ortaya. Deməli belə, bir boş qab qoz ləpəsi, 3 yumurtanın omleti, ondan sonra yəni ağlımıza gələn göyərtilərin hamısı. Həyətimizdə nə qədər soğan var, göy var hamısından. Yəni öz toyuqlarının Yumurtası. öz qoyunlarının pendiridir, öz həyətlərinin göyərtisidir. Soğan da əpirsiniz də yəqin. Məsələn, soğanı belə. Göy soğan səpiri əmələ gəlmir. Aydın yəni. Suya görə. Bunların hamısını bir araya gətirirlər, qarışdırırlar. Mən bunun artıq ləzzətindən şübhə eləmirəm, yəni gözəl olduğunu şübhə eləmirəm. Biraz da özünüzü şanslı hesab edirəm, çünki belə deyək də səhərin erkən saatlarında gəlib çıxmışıq orada. Bu demək ki, yemək yeməmişik. Yəni bu bizim branşımız olacaq. Gecikmiş səhər yeməyi və günorta yeməyin ikisini bir arada yeyəcəyik. Turşu yaddan çıxıbdır. Bu nə turşusudur? Alçı. Hə, bütün turşuların hamısından eləyirik də. Nə qədər həyətdə meyvə var. Dağdan gedib çirəzgi yığırıq, ondan eləyirik. Hər şeyi turşu eləyirik. Hər növ. Keçmişdə yaşlı adamlar həmişə mamam gel, nənəm gel. Bu göylərin hamısını sıxırdılar. Yuyurdular, qoyurdular süzgəçə, döyürdülər kötükdə. Yaxşı xırda-xırda doğurdular kötükdə, çapacaqla. Sonra onu qəşəng duzluyurdular, qoyurdular süzgəçə. Sonra onu sıxıb, elə ki sıxandan sonra başqa qaba yığıb yağını, yumurtasını, nəyi lazımdır, onları qatırdılar. İndi bizdə daha təbii, yavaş-yavaş öyrəşmişik ki, vitaminlər getməsin. Vitaminlərə görə biz belə eləyirik. Hər evlərin yarım qaranlıq dağları ilə məşhurdular. Ona görə bir də pişti olanın dövünü çıxardı sözün açığı, biz burada ağlayırıq artıq. Bax bu göyərtilər ki var ha, onların pişirdikləri bax. Pipişin içindəki, aha, qəşəng. O qədər çox iş gedir ki burada. Və o qədər sürətlə işləyirlər ki. Biz çatdırmırıq yəni hər şeyi danışmaq. Dolayısıyla bu qarışıq göyərtilərin içərisinə biraz soğan vurublar, tuzu istiyor öz yerində. Buna xüsusi ləzzəti qatan süt var içində, yəni süt var biraz və yağ var. Yəni bəlkə də bu qabı ya diğer yerlerinden fərqli olan da bu içindeki bu ingredientlerdir. Dolayısıyla yağ və süt elementidir. Oy bura bunu. Ən əsası çörək.
Madəm çörəkdən söz açıldı, davam edək. Azərbaycanda qədimdən bəri 3 müqəddəs ant yeri olub. Onlardan biri çörəkdir. Bugünə qədər də adətlərimizə görə çörək süfrəyə veriləndə yeməyə başlamaq lazımdır. Çünki onsuz da çörəkdən ləziz və qiymətli süfrəyə heç nə verilə bilməz. Bir çox mədəniyyətlərlə bizim çörəyə olan münasibətimizi müqayisə edəndə görürük ki, biz işləyib çörək pulu qazanırıq. Bizim çörəyimiz daşdan çıxır, çünki əkin, biçin çox çətin başa gəlir. Elə bişirilməsi də. Arxeoloji məlumatlar göstərir ki, Azərbaycan ərazisində əkinçilik neolit dövründən təşəkkül tapıb və təndirxana qalıqları da bunu isbat edir. Azərbaycanda çörəyin onlarca növü və adı var. Təndir çörəyi, xərək çörəyi, kürək çörəyi, zonalara görə adlandırılan çörəklər. Çörəklərin üzü yumurtalı, şirəli, küncütlü, xaşxaşlı və sair olur. İndi hal-hazırda bişirmə prosesinə şahid olduğumuz çörəyi isə sadəcə bu kənddə bişirirlər. Nic kəndindəyik və Nicin məşhur şum deyilən çörəyini bişirəcəyik. Şuma, yəni şum daha doğrusu çörəyə deyirlər, niclilər deyirlər, bunu ucilər deyirlər. Amma daha çox bu çörəyi Qəbələlilər yastıq çörəyi deyə qeyd edirlər. Onu da sırf onun formasına görədir. Bildiyim odur ki, həm şəkli, həm forması, həm də ləzzəti, eləcə də onun belə bişirmə prosesi çox maraqlıdır. Salam əleykum, yorulmayasınız xanım. Mənim adım Admiradır. Xəmirini necə yoğurursunuz, nədən hazırlayırsınız? Əvvəlcə Bunu undur, sudur, bir də droj, maya, bizim dildə deyək. Droju isti suda, inox su isti. İnox suda həll edirsən, sonra xəmiri yoğurursan. 2 saat ərzində acıyır xəmirimiz. Bu yalnız təndirdə pişirilən çörəkdir. Anladım. Bu sazda pişirmək olmur bu xəmirlə. Anladım. İndi siz verdiyində bu 2 saat qalır, normal acıyır. Bəli, 2 saat. Acıyandan sonra da Kündə eləyirik. Kəndirimiz yanana kimi kündələrimiz də öz sərdinə gələcək. Onlar da bax, acıyacaq biraz. neçə gündən verirsiniz? Bu çörəyin ümumiyyətlə qalma köhnəlmə müddəti necədir? Köhnəlmə neçə günə köhnəlir? 2 günə də isti olsa 2 günə də köhnəlir. Amma indi biz hər həftə, hər gün bişirmirik ki, həftədə bir dəfə, 10 günə bir dəfə xaladenikə qoyuruq. Sonra oradan çıxardıb pişiririk. Hərəsinin də öz ətri, öz ləzzəti, öz forması var. Çörək sözü 2 hissədən ibarətdir. Çör və ək. Çör kəlməsi qədim dilimizdə taxıla verilən bitki anlamındadır. İndi də taxıl yerindən çör-çöp yığırlar.
Azərbaycandakı təndirlər formalarına görə müxtəlifdir. Yerin üstündə qurulan təndirlər və yerə gömülən təndirlər diqqəti çəkir. Bunlar da təsadüfən belə hazırlanmır. Yerlilər izah edirlər ki, burada yaşayan cəmaət köçəri olmayıb. Ona görə də təndiri evinin həyətində yerdən qurub. Torpağın üstündəki təndirlər isə adətən köçəri həyat tərzi sürən toplumlara məxsus olub tarixən. Burada təndir çörəyinin bişirilməsi prosesi səhər tezdən başlayır. Odunlar yanıb qızdırırlar təndirin divarlarını. Kündələr hazırlanır, üzərlərinə çörək otları vurulur və bişirilir. Mağazadan çörək almaq adəti olmadığından həftədə külfətin sayına görə 2-3 dəfə çörək bişirirlər xanımlar. Amma bu çörək elə ləzzizdir ki, elə ana küçədəki kiçik mağazalarda satılan ev pendirlərindən alıb samovar çayından da süzüb içirsən. Prinsipcə başqa heç nə yeməsəniz də olar. Təndirxanalarda iş demək olar dayanmır. Günün bütün saatlarında burada qızğın iş rejimi gedir. Bir çörək neçə qram olmalı? 600 qramlık. Bir çörək 650 qram. 600 qramlık. Çalışanlar tamamilə qadınlardır. Bütün gün bişirdikləri çörəklər piştaxtada demək olar ki, qalmır. Təndirdən çıxan kimi satılır. Standart cənub təndir çörəkləri 650 qram ağırlığında olur. Hansı yemək olsa lavaş ləzzətli olur. Xəmiri əvvəl un əliyirik, sonra su tükürük, duz tükürük, xəmir yoğururuq. Sonra da pişiririk də, yayıb pişiririk də. Yumuşaq olmalıdır. Yaymaq üçün yaxşı olsun. Bəzi bölgələrdə və Türkiyədə işlənən əkmək sözü də bu mənanı verir. Ola bilsin ki, dilimizdəki əppək sözü də bu mənaya gəlir. Ehtimal ki, çörək, əkmək, əppək sözlərinin ən arxaik forması da elə ək sözüdür. Yəni ək böcər ki, halallıqla yeyəsən.